Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Bu gün dərs 14-ün şagird yönümlü təlimdə iş formaları, yəni interaktiv təlimi formalarını izah eləyəcəyik. Yəni bu nədir? E, Dolayı yolla belə deyə bilərik ki, şagird yönümlü təlimdə iş formaları deyək bu fərdi iş olsun, qrup iş olsun, cütlərlə iş olsun, bütün siniflə iş olsun, bunlar nəzərdə tutulur. Yəni iş formaları. Başlayaq elə çox uzatmadan bu məqamların bunun dördünün də izahına. Bunların hər birinin istifadə olunması aydın məsəl üçün vacibdir. Problem nədir? Bu kurikulum dedikdə bəzi müəllimlər elə başa düşür ki, hə, kurikulum deyirsə də ancaq qrup işindən nəzərdə tutulur. Yəni qruplara bölünməlidir şagird. Yəni bu formada olmalıdır. Hə, bəzən də elə olur ki, məqsəd belə deyim, həqiqətən qrup işi formasında şagirdləri öyrətmək olmur. Sadəcə o atmosferi yaratmaq olur. Yəni qıraqdan o təsiri bağışlayaq ki, güya biz müasir formada dərs keçirik. Yəni qruplardan yaradırlar, o təsiri bağışlayır. Məqsəd həqiqətən qrup işi formasında öyrətmək deyil, sadəcə o təsiri bağışlamaqdır. İndi burada məsələ nədir? Aydın məsəl üçün təlimdə iş formalarının 4 yerə bölünür. Fərdi, cütlərlə, qruplarla, bütün siniflə iş formaları. Yəni bunların hər biri öyrənmək üçün lazımdır və hər biri effektiv təsirə malikdir. Yenə deyirəm, kurikulum dedikdə yalnız qrup işini nəzərdə tutmaq olmaz. Bunların hər birinin müəllim belə deyək, üstün cəhətləri də var, çatışmazlıqları da var. İndi o haqqda danışaq. Məsələn, fərdi iş qrupu nədir? Biraz ifadə edeyim. Fərdi iş qrupu. Yəni iş qrupunun fərdi iş forması nədir? Fərdi iş olanda gəlin ümumi yanaşma nümayiş etdirək. Yəni heç PDF-mi, kitabamı, yəni elmi cəhətdən yanaşmayaq. Ümumi yanaşaq görək fərdi iş dedikdə nə başa düşürük? Fərdi iş dedikdə aydın məsələdir ki, hər kəs təkcə özü yalnızca oturub çalışmağı nəzərdə tutur. Şagird özü təkcə oturur, özü çalışır. Baxın, şagird təkcə özü çalışanda aydın məsələ ki, öz öyrənməsi haqqında, öz belə deyim, öyrənən zaman istifadə etdiyi strategiyalar haqqında məlumatlı olur. Öyrənən zaman. Bax, hansı çatışmazlıq ola bilər? Nələrə ziyan eləyə bilər? Məsələn, fərdi oturub oxuyursa, ünsiyyət qurmur, əməkdaşlıq eləmir, deməli bunlara ziyan eləyir. Baxın, fərdi oxumaq kimlər üçün daha belə deyim, səmərəli ola bilər, kimlər üçün daha effektiv ola bilər? Fərd daxili intellektə, fərd daxili, yəni fərd özünü oxuyur. İntrovert şəxsiyyət növünə sahib olan şəxslər üçün belə deyək, əhəmiyyətli ola bilər, kömək eləyə bilər. Adından da göründüyü kimi də fərdi iş forması şagird özü fərdi, təkcə məşğul olur. Və bu kimin üçün faydalıdır? Fərd daxili intellektə və introvert şəxsiyyət növünə aid şagirdlər üçün faydalıdır və təkcə özlərində oxuyankən nəyə xeyri olur? Özü öz öyrənməsini, istifadə etdiyi strategiyalar haqqında məlumatlı olur. Bu faydasıdır. Çatışmazlıq da nədir? Çünki təkcə çalışır, heç kimdən ünsiyyət qurmur, əməkdaşlıq eləmir. Deməli, ünsiyyət, əməkdaşlıq bacarıqlarına da mənfi təsir göstərmiş olar. Və bundan əlavə də təsəvvür edin ki, sinifdə 20 nəfər uşaq var və 45 dəqiqə dərs müddətində bir-bir bu şagirdlərin hər birinə belə deyim, ayrılıqda rəy vermək olmaz. Yəni buna vaxt çatmaz, belə deyək. Vaxt çatdırmaq olmaz. Bu tərəfdən də mənfi cəhətləri var, çatışmazlıqları var. Sonra qiymətləndirməsi var. Qiymətləndirmə necə aparıla bilər fərdi? Bax, özü öz üzərində oxuyursa, fərdi şəkildə özünü qiymətləndirmə eləyə bilər. Və yaxud kağızları, şagirdlərin versiyanı, cavablarını yerdəyişmə eləyirik. Qarışıq veririk şagirdlərə. Yəni, mən sənin cavabını yoxlayıram, sən mənim cavabımı yoxlayırsan. Bu formada yoldaş qiymətləndirməsi də eləyə bilərik və yaxud hamısını müəllim özü də yoxlaya bilər. Deməli, üçündən də özünü qiymətləndirmə, yoldaş qiymətləndirməsi, müəllim qiymətləndirmə, üçündən də istifadə eləyə bilərik qiymətləndirmə zamanı. Baxın, fərdi olanda, fərdi şəkildə çalışanda, şagird bayaq dedik, bax, özünün zəif güclü tərəflərini müəyyən edə bilir. Çünki özü təkcə çalışır axı. Nələrə diqqət yetirməli olduğunu görür, inkişaf səviyyəsini izləyə bilir. Bu kimi məqamlara diqqət edir. Və özünü qiymətləndirmənin obyektiv aparılması üçün meyarlar düzgün qurulmalıdır. Niyə? Bax, deyəlim ki, sinifdə 20 dənə bayaq dediyimdə şagird var. 20 dənə. Hamısı özünü qiymətləndirir. Hər biri ayrılıqda özünü qiymətləndirir və meyarlar düzgün olmadıqda, meyarı konkret qoymaqda, düzgün meyarı müəyyənləşdirmədikdə, hər kəs özünə çalışacaq ki, yüksək qiymət versin. Özünə. Ona görə meyarlar düzgün olmalıdır ki, yəni bu fərdi iş formasında yoldaş qiymətləndirməsi olsun, özünü qiymətləndirmə olsun, qiymətləndirən zaman obyektivlik olsun. Sonra cütlərlə iş forması var müəllim, cütlərlə iş. Bax, hamısının adına baxdıqda
adına uyğun yanaşma nümayiş etdirdikdə artıq nə demək istədiyini biz başa düşürük. Cütlərlə olan zaman şagird bir-birindən öyrənir də. Bax, 2 nəfər, belə deyək, bir güclü, bir zəif şagirdi qruplaşdırıb, cüt halında birləşdirdik. Və dediyim iki, belə deyək, sinifdə 10 dənə uşaq var. Bunları 2-2 böldük. Bir zəif, bir güclü. Aydındır? 2-2 bax bu formada 2-2 böldük 5 dənə qrup. Bir güclü, bir zəif, bir güclü, bir zəif. Bu formada bunları böldük. Düzdürmü? Bu güclü şagirddir, belə deyək. Bu zəif şagirddir. Güclü şagird zəif şagirdi öyrədəndə özü də daha yaxşı öyrənmiş olur. Çünki belə bir öyrənmə metodu var ki, daha yaxşı öyrənmək üçün. Başqasını öyrədən zaman insan özü daha yaxşı öyrənir. Və eyni zamanda bu zəif şagird də güclü şagirddən nəsə öyrənmiş olur. Gördünüzmü? Nəticə olaraq qarşılıqlı bunlar bir-birindən öyrəndilər. Bax, bu bunun faydasıdır. Və şagirdlər arasında nəyə müsbət təsir edə bilər cütlərin? Ünsiyyətə, əməkdaşlığa, bu kimi məqamlara belə deyim, müsbət təsir göstərir. Şagirdlərin birlikdə bir-birindən öyrənmək imkanı olur. Proses zamanı şagirdlər həmçinin bir-birini aktiv dinləmək bacarığı formalaşır, aktiv vaxt dinləyirlər bir-birini. Bu cütlərlə iş kimlər üçün daha faydalıdır? Baxın. Fərd nə idi? Belə deyim, fərdi idi. Fərd daxili intellekt fərdi idi. Şəxslərarası intellekt, şəxslərarası 2 dənə şəxs var, cütlərdir. Və ekstrovert. Şəxsiyyət növünə sahib, belə deyək, şagirdlər üçün cütlərlə iş daha əlverişlidir. Çatışmazlıq nədir? Baxın, 2 dənə şagirdi qruplaşdırıbsan, ancaq bu 2 dənə şagird, məsələn, bu qrupda birləşib. Bu ikisinin arasında belə deyək, prinsip var da, bir-birindən xoşu gəlmir. Bir-birinin arasında münasibətləri yaxşı deyil. Bir-birinin arasında münasibətlər yaxşı deyil. Və bu zaman bir-birindən öyrənə bilməzlər bunlar. Daha sonra bunların rəy vermə bacarığı, belə deyim, yaxşı olmasa bir-birinə uğursuz rəy verə bilərlər. Bax, şagirdlərin rəy vermə bacarıqları yüksək olmadığı halda bu iş forması uğursuz ola bilər, rəy vermə. Çünki şagirdlər bir-birinə rəy verə bilmir axı. A ilə B-dir. Bunlar cüt formasında işləyirlər. Bu A B-nin fəaliyyətinə rəy verməlidir ki, sən nəyi müsbət elədin, nəyi səhv elədin. Bu da bunun. Bir-birinin fəaliyyətinə rəy verməlidirlər. Rəy vermə yüksək deyilsə, bu fəaliyyət uğursuz alınacaqdır. Bir də ki, onlar arasında prinsip olarsa, bu fəaliyyət uğursuz alınır. Sonra nəyə baxırıq? Qruplarla iş. Bax, qrup olanda aydın məsələdir. İki nəfərdən söhbət getmir. Bir neçə nəfərdən söhbət gedir qrup olanda. İnsanlar qrupda çox olur. Və çox olduğuna görə müxtəlif fikirlər yaranır. Fərqli fikirlər, müxtəlif fikirlər daha çox olur. Bax, biliş və bacarıqlarının tətbiqi üçün daha çox şərait yaradır. Fərqli fəaliyyətlər həyata keçirmək olur. Çünki axı fərqli fəaliyyətlər qrupda bir neçə nəfər insan var. Bu ona görə faydalıdır. Sonra yaxın inkişaf zonası inkişaf edir. Müəyyən bacarıqlar inkişaf edir. Ünsiyyət, əməkdaşlıq kimi bacarıqlar inkişaf edir. Axı qrupla çalışırıq. Zaten qrupla deyəndə mən elə başa düşürəm ki, bəzi əvvəlki dərslərdən də müdavimlərimiz bu məqamı bilir ki, qrup deyəndə ünsiyyət, əməkdaşlıq inkişaf eləyir, yaxın inkişaf zonası inkişaf eləyir. Və yaxud qrup varsa, qrupda bir neçə nəfər, yəni bir insan yoxdur da, və yaxud 2 insan yoxdur. Qrup varsa, bir neçə nəfər insan var və daha çox fərqli fikir ola bilər, daha çox fərqli fəaliyyətlər nümayiş etdirmək olar və s. Bu faydasıdır. Sonra gəl indi bax çatışmazlığa. Qrup işinin çatışmazlığı nə ola bilər müəllim? Axı qrup işi varsa, o Loride də desə, xatırlarsanız, qarğa bazarına dönəcəksən. Əgər sən fəaliyyəti əvvəlcədən planlamıyıbsansa, qaydalar müəyyənləşdirməyibsənsə, biri oradan qışqıracaq, ay müəllim, ay müəllim, biri buradan qışqıracaq, ay müəllim, bir buna bax, ay müəllim, mən düzmü yazdım. Belə qarğı, baş qarışıq aləm deyəcək bir-birinə. Onun üçün nə vaxt nə etməliyik? Xaotik səs-küy ilə qeyri-xaotik səs-küyün fərqinə varmalıyıq və ona uyğun qaydalar müəyyənləşdirməliyik. Qaydalar. Daha sonra doğru qiymətləndirmə meyarları olmalıdır. Niyə? A ilə B qrupudur. Qiymətləndirmə meyarı doğru olmadıqda A deyəcək, mən düz yazmışam, B deyəcək, mən düz yazmışam. Hamısı yüksək qiymət almaq üstündə qırğın dava düşəcəkdir. Sonra qrupda fəaliyyətlər düzgün müəyyənləşdirmədikdə, biri o birinin başında lorisə ağalıq eləyəcəkdir. Gərək hər kəsin fəaliyyəti bölünə ki, bax sən bu işlə məşğul ol, sən bu işlə məşğul ol. Bu kimi məqamlar var. Daha sonra bu fəaliyyət az olduqda, bax dediyim, qrup işi zamanı bəzi şagirdlər çox, bəziləri az işləyən zaman narazılıq ola bilər. Daha sonra qiymətləndirmə üzərində, sinifdə qrup işi üçün qaydalar olmazsa qarğa bazarına dönər. Xaotik səs-küy, rəqabət yaranar, qiymətləndirmə meyarlarıdır, bayaq dediyimiz.
Və bir məqam var ki, bax deyirəm ha, xaotik səs-küylə qeyri-xaotik səs-küyün fərqinə varmalıyıq və sinifdə qaydalar olmalıdır ki, qeyri-xaotik səs-küy olmasın. Bax, xaotik nədir, qeyri-xaotik nədir? Xaotik səs-küy odur ki, şagirdlər həqiqətən dərslə məşğul olurlar, biri-biri ilə fikir mübadiləsi eləyir. O razılaşmır, ona izah verir, bu razılaşır, təsdiqləyirlər, bir yerdə araşdırırlar. Bu xaotik səs-küy işgüzar xaotik səs-küydür. Ancaq işgüzar olmayan, qeyri-işgüzar xaotik səs-küydə biri qışqırır, mən düz yazdım, o deyir, sən bilmirsən, belə, yəni mənasız səs-küy gəlir. Bax, bu qeyri-xaotikdir və ona görə qayda olmalıdır. Və yaxşı olar ki, bu qaydanı müəyyənləşdirəndə uşaqlarla bir yerdə müəyyənləşdirəsiniz. Çünki uşaq özü tətbiq elədiyi qaydaya, özləri qoyduğu qaydaya daha çox əməl eləmək istəyirlər və əməl eləmək məcburiyyətində qalırlar, belə desək. Qaydalar da nə ola bilər? Aydın məsələdir. Danışanda növbə gözlə. Bir-birinin növbənizi gözləyin. Bir-birinizin sonacan dinləyin. Bir-birinizin şəxsinə deyil, fikrinə bil fikrinə belə deyim, münasibət bildirin, ideyasına münasibət bildirin. Bax, bunu nə tər verə bilər? Bir-biriniz subyektə yox, şəxs nədir? Subyekt. Subyektə yox, obyektə münasibət bildirin. Bu formada da eyni şeydir. Daha sonra bir-birinizə yardım edin. Bu kimi məqamlar ola bilər. Daha sonra baxırıq nəyə əməl? Qiymətləndirmə məsələsinə. Bu qrupla işdə baş verəcək qiymətləndirmə məsələsinə. Bax, bir də nəyi deməli idim burada, yadımdan çıxdı. Aha, qoyun ona da toxunum. Ola bilər, belə deyim, istifadə edirlər bu suallardan da, bu məqamdan da sual kimi. Baxın, qrup işi zamanı şagirdlər qrup işinə hazır olmalıdır. Yəni onlar qrupla işləməyin nə olduğunu bilməlidirlər. Bu bacarıq onlarda olmalıdır. Ancaq bu bacarıq olmasa, onlar artıq bu belə deyim, fəaliyyətin mənası yoxdur. Sən düşün ki, şagird qrup işinin nə olduğunu bilmir, sən onlara qrup işi təşkil eləyirsən. Güya biz kurikulumun tələblərinə biz işgüzar mühit təsiri bağışlayırıq. Yekunda da fəaliyyət səmərəsiz olur. Heç nə əldə eləyə bilmirik. Heç nə əldə eləyə bilmirik. Bayaq dediyim kimi, bir də diqqət eləyin nəyə? Bu dominantlıq məsələsinə. Məsələn, o çox bilmiş bəzi şagird, bəziləri var da, çox bilmiş deməyən, biraz kobud ifadəsidir. O bəziləri digərlərinin üstündə belə deyim, ağalıq eləyir, dominantlıq eləyir ki, sən dayan, sən bilmirsən, gözlə. O birinin belə deyim, gözüm çıxdıya salır, heç qoymur aktiv iştirak eləsin. Bax, bu kimi məqamlara da diqqət etmək lazımdır. Bu da çatışmazlıqdır. Qiymətləndirmə də nə deməli? Bayaq dediyim kimi, qiymətləndirmə meyarları elə olmalıdır ki, birinci müəllim düzgün qiymətləndirmə meyarı müəyyənləşdirməlidir və qiymətləndirmə meyarları elə olmalıdır ki, aydın olmalıdır, açıq olmalıdır, konkret olmalıdır ki, yekunda şagirdlər bir-birinə narazılığa səbəb olmasın, bir-birinə prinsipə düşməsin ki, müəllim sənə çox qiymət verdi, mənə az. Yəni, bu rəqabətə səbəb olmamalıdır bu meyarlar. Digər bir məqamda qiymətlən qrup işi zamanı mövzu ilə bacarıqlar arasında tarazlıq saxlanılmalıdır. Yalnız belə deyim, mən qrupla işdə nədir? Ünsiyyət, əməkdaşlıq kimi bacarıqlar formalaşır. Mən o bacarıqları qiymətləndirim ki, şagird əməkdaşlığı yaxşı bacarır, ünsiyyəti yaxşı bacarır. Mövzum qalsın qıraqda. Bu olmaz. Deməli, nə etməliyəm? Mövzu ilə bacarıqlar arasında tarazlığı saxlamalıyam qiymətləndirmə meyarları zamanı. Yəni, mövzunu qırağa qoyub təkcə bacarığı qiymətləndirənmərəm və yaxud bacarığı qırağa qoyub təkcə mövzunu qiymətləndirənmərəm. Bunlar arasındakı tarazlığı saxlamalıyam. Daha sonra gəldik nəyə əməli? Bütün siniflə iş. Bütün siniflə işdə kimlər prosesdə iştirak edir? Bax, sinifdə olan bütün hamı, müəllim olsun, şagird olsun, hamı iştirak edir. Faydası nədir? Bütün sinif bir fəaliyyətdə birləşdirilir. Daha çox ideya, fikir, təcrübə bölüşür. Çünki hamı axı ünsiyyət prosesində hamı müzakirənin bir hissəsi olur. Ona görə daha çox fikir olur. Daha çox sual-cavab zamanı daha çox belə deyim, şagirdlərin öyrənməsi haqqında məlumatlı olursan. Çatışmazlıq nə olar sizcə? Bütün siniflə iş. Bütün siniflə iş qurur, amma utancaq pasiv şagirdlər kənara qısılır, özünü gizlədir, prosesdən kənarda qalır. Bu ola bilər. Bütün sinif varsa, nə ola bilər? Səs-küy yarana bilər, xaotik səs-küy. Bunun qarşısını almaq üçün qayda tətbiq etməliyəm. Qayda. Çatışmazlıq nədir? Utancaqlar, passivlər kənarda qala bilər. Xaotik səs-küy yarana bilər. Bu kimi çatışmazlıqlar ola bilər. Qiymətləndirmə nədir? Burada da bütün siniflə iş. Həm müəllim şagirdləri, bütün siniflə, həm də şagirdlər öz işlərini yoxlayıb qiymətləndirə bilərlər. Bütün siniflə iş zamanı. Yəni, bu prosesdə aparıla bilər.
Fərdi işdə nə idi? Öz-özünü yoldaş qiymətləndirməsi, müəllim qiymətləndirməsi ola bilərdi. Bütün siniflə işdə nədir? Müəllim qiymətləndirməsi, özünü qiymətləndirmə ola bilər. Bu da bütün siniflə iş formasına aiddir. Məqam nədir müəllim? Digər bir məsələ var ki, yadda saxlayın ki, heç vaxt bunu deyə bilmərik ki, fərdi məsələn qrupla iş fərdi işdən daha üstündür. Fərdi iş nisbətən o birilərinə çünki tək çalışdığı üçün qrup olma bir o qədər uyğun deyil. Bu kimi, yəni heç biri bunlardan fərdi, cüt, qrup, bütün. Bu formada suallara rastlaşsaz əgər tamamilə yanlışdır ki, heç vaxt bunların biri digərindən üstün deyil və hər biri istifadə olunmalıdır təlim vaxtı, tədris vaxtı. Yəni tədris ili müddətində deyək də, 1 il ərzində yalnız sən işi fərdi formada görə bilmərsən. Yalnız cütlərlə, yalnız qrupla, yalnız bütün siniflə görə bilmərsən. Bunların hər biri tətbiq olunmalıdır. Hər biri tətbiq və hər birinin də özünə görə müsbət və mənfi cəhətləri var. Onları da az əvvəl sadaladıq. Az əvvəl sadaladıq. Yəni bu formaların tətbiqi, bu məqamların fərdi, cütlərlə, qrupla, bütün siniflə iş, bu kimi məqamların nəzərə alınması, bu kimi iş formalarının tətbiq olunması hal-hazırda olan 21-ci əsr bacarıqlarının inkişafı üçün daha səmərəlidir və daha çox kömək eləyir. Daha çox kömək eləyir. Bu da nəyə aid idi? Şagird yönümlü təlimdə iş formaları. Yəni interaktiv təlimin təlimə aid məqamlardır. İş formaları da aydın məsələdir. Təşərrüsü olması 4 yerə bölünür. Fərdi, cütlərlə, qrupla, bütün siniflə. Faydaları var, çatışmazlığı var, qiymətləndirilməsi var. Zaten adına baxdıqda, ümumi yanaşma nümayiş etdirdikdə fərdinin öz xeyrini görə bilərik, öz çatışmazlığını. Digərlərinin də hansının nə kimi xeyri ola bilər, nə kimi ziyanı ola bilər, ümumi yanaşma nümayiş etdirdikdə zaten məntiqlə müəyyən etmək olar. Bu da belə. Oldu müəllimlər. Sağ olun, növbəti izahlarda görüşənədək.